Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin ve salatu ve selamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasim el Mustafa Muhammed. Ve ala Aliyin emiril müminin ve ala Fatıme'tiz Zahra ve ala'l Hasan ve'l Husayn ve Ali ibn'l Husayn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Huccetil Qaimil Mehdi. Allahümme salli ala cemi'il enbiya ve'l mursalin ve'ş şuhada ve's siddiqin. Allahümme gfir lil mu'minine ve'l mu'minat ve'l muslimine ve'l muslimat el ahya'i minhum ve'l envat. Usikum ve nefsi bi tegvallah. Size ve özüme ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bugün bəzi rəvayətlərə, hədislərə əsasən İmam Səccad əleyhissalamın da şəhid olduğu gündür. Mən uzun-uzadı danışmayacağım, elə qısa işarə eləyib namazı başlayarıq inşallah. İmam Səccad əleyhissalam Kərbəlanın əsas şəxsiyyətlərindən biridir. İmam Səccad əleyhissalamın missiyası xanım Zeynəblə əl-ələ verib İmam Hüseynin qanının hədər olmasına mane olmaq idi. İmam Səccad bütün vücudu ilə ömrünün sonuna qədər gördüyü işlərdən biri də Kərbəla həqiqətlərinin yaşaması idi. İmam Səccad bunun uğrunda yaşadı və bunun uğrunda da canından keçdi. Kərbəla hədəfini bütün bəşəriyyətə İmam Səccad xanım Zeynəblə bir yerdə çatdırmalı idi. Düzdür, İmam Səccad xanım Zeynəbin kölgəsində idi o baxımdan ki, xanım Zeynəb onu qoruyurdu. Şəxsiyyət baxımından İmam Səccad məsum imamdır. Yəni, öndə Həzrəti Zeynəb gedirdi, çünki imaməti qorumaq lazım idi. Necə xanım Fatimə Zəhra Həzrət Əlini qorumaq üçün meydana çıxdı. Burada da Həzrəti Zeynəb imaməti sığortalamaq üçün özü meydana çıxdı. Çünki qadının mübarizəsinin müəyyən üstünlükləri var və o barədə uzun-uzadı danışmaq istəmirəm. İmam Səccad əleyhissalam bu hadisənin canlı şahidi və bu hadisədə sağ qalan az sayılı kişilərdən biridir. İmam Səccad əleyhissalam bütün Kərbəladan sonraki səhifənin qəhrəmanıdır. Əsas qəhrəmanlarından, iki qəhrəmanından biridir. İmam Səccad əleyhissalam bir neçə yerdə xütbələr oxudu, danışdı və Kərbəla həqiqətlərini çatdırdı. Və elə bilməyin ki, o qısa zaman üçün bir-iki adamı ayıltmaq üçün, yox, onun sözləri tarixdə qaldı və bugün də ən tutarlı dəlillərdən biridir. Şama daxil olanda bir avam kişidir, lənət oxumağa da tələsməyək onun üçün. Avam bir kişidir, baxır, deyir ki, Allaha çox şükür, Allah sizi, İmam Səccada deyir, sizi məğlub elədi və Əmir əl-Möminin Yezdi qalib elədi. Cəmaatın içindən deyir, əsirlər keçir bunların içindən. İmam Səccad da qolu zəncirli, qolu bağlı, baxdı o kişiyə, dedi ki, ay şeyx, ay ağsaqqal məsələn, Quran oxuyursan, dedi, bəli. Dedi, bu ayəni oxumusan, İnnəmə yuridullah liyuzhibə ankumur ricsə əhləl bəyt və yutəhhirəkum tədhira. Allah iradə edib ki, siz əhl-i beytdən hər cür çirkinliyi uzaq eləsin və sizi pak eləsin. Deyir, bəli. Deyir ki, bax, o əhl-i beyt var, o bizik. Bizik. Deyir, təəccüblə baxır, necə sizsiz? Deyir, bu ayəni oxumusan, Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. De ki, dəvətimin müqabilində mənim yaxınlarımı sevməyinizdən başqa bir şey istəmirəm Peyğəmbərə. Bəli, bax o yaxınlar bizi. Əhl-i beytə aid ayələri oxuyur, deyir, kişi başlayır ağlamağa, deyir, ağa səni and verirəm Allaha, doğrudan sizsiz, imam deyir, bəli, biz filan kəsiyik, filan kəsin övladıyıq, filan ox. Deyir, durur, ayağa qalxır, bir anın içində bu kişinin içində dəyişiklik yaranır. Deyir, Allah sizi öldürənlərə, Allah sizi bu vəziyyətə salıb əsir kimi şəhərləri gəzdirənlərə lənət eləsin. Başlayır Şamın ortasında fəryad eləyir, tuturlar onu qətlə yetirirlər, o da Kərbəla şəhidlərinə qoşulur. Elə bir bir kişi üçün idi, yox, tarixdə qaldı bu söz və bugünəcən yaşadı, qaldı ki,
Bax, İmam Səccad əleyhissalamın fəaliyyətinin nəticəsidir. Hələ də bəziləri ayılmayıb, amma görün ki, bunların fəaliyyəti nə qədər təsir göstərdi Həzrəti Zeynəbin və İmam Səccadın ki, bu İmam Hüseynin o missiyasını insanlara çatdırsınlar. Hansı vasitələrlə? Gəlib dayanırdı qəssab dükanının qabağında, ağlamaqla həqiqət çatdırırdı. Deyirdi ki, ağlayırdı, gözün yaşını tökürdü. Qəssab deyirdi, ağa, niyə ağlayırsınız? Deyirdi ki, bu heyvana su vermirsən başını kəsməmişdən. Deyirdi, bəli. Müstəhəb də heyvanın başını kəsməmiş su versinlər. Deyir, amma mənim atam Hüseynin başını kəsdilər, su da vermədilər. Deyir, ağlayırdı, hamının halı dəyişirdi. Əzadarlıq eləyirdi, əzadarlıq məclisi təşkil eləyirdi hər yerdə. Yezdin sarayında çıxdı, danışdı. Ənəbnu Məkkəti və Mina. Mən Məkkənin, Minanın oğluyam, mən Səfanın, Zəmzəmin oğluyam, mən Xədicə Kübranın oğluyam, mən Fatimə Zəhranın oğluyam, mən Peyğəmbərin balasıyam, mən o kəsin oğluyam ki, onu susuz şəhid elədilər Kərbəlada, onun başına bu müsibətləri gətirdilər. Deyir, görür ki, artıq çıxış eləyir və insanlar narahat olur. Bir nəfəri çıxartmışdı minbərə əvvəldən Yezid ki, o danışsın Əhl-i Beyt əleyhinə. İmam onun sözünü kəsdi. Ondan sonra gördü ki, cəmaatın halı dəyişir, bu narahat oldu. Azançıya dedi ki, qalx tez azan ver. Qalx, azan vaxtı da deyildi. Azan verməyə başlayanda Allahu Əkbər dedi İmam Səccad, dedi ki, ətimlə, qanımla təsdiq eləyirəm ki, Allah böyüdür. Şəhadət verirəm, Allahdan başqa Allah yoxdur. Azan verildikcə İmam da danışırdı. Peyğəmbərin adına çatanda dedi, sənə and verirəm, adını çəkdiyin şəxsə burada dayan. Dayandı, ondan sonra əmmaməsini götürdü əlinə. Sənə and verirəm Allaha. De görüm, bu kişi ki, onun adı azanda çəkildi, o mənim babamdır, yoxsa sənin baban. Desən sənin babandır, sən yalan danışmısan. Amma desən mənim babamdır, onda sual verirəm ki, balalarını niyə əsir eləyib gətirmirsən? Ən minimum ola bilər, hep deyəsən ki, nə olsun Peyğəmbər balasısan. Amma ən əsas, ən aşağı dərəcəli dəlillərdən istifadə edir. Hətta Peyğəmbər balası hansısa bir pis iş görsəydi belə onu bu şəkildə rüsva eləməyə cəhd eləməzdilər, olmazdı. İmam yəni bu həqiqətləri bu şəkildə çatdırır və ömrünü bu yola sərf eləyir və bu yolda da şəhadətə çatır. Gedirdi, qulları azad elirdi və evində İmam Hüseynin məktəbini onlara çatdırırdı. Onları İmam Hüseyn məktəbini dünyaya çatdırırdılar. Onlar Kərbəlanın həqiqətlərini dünyaya çatdırırdılar və bəzi rəvayətlərə görə bugün şəhidlərin dəfn günüdür. Kərbəla şəhidləri bugün dəfn olunub. Bəni Əsəd qəbiləsi gördü ki, cənazələr qalıb yerdə, dəfn eləyən yoxdur. Gördü ki, heç kəs yoxdur. Dedilər, götürək bu cənazələri dəfn eləyək. Qalıb günün qabağında, toz torpaq içində. Gəldilər, cənazələri götürməyə, gördülər, bir atlı gəlir uzaqdan. Deyirlər, İmam Səccad qeybdən gələn yardımla gəldi ora. Əslində, əsirlikdən bir müddətlik qeybdən olan yardımla azad oldu, gözdən itdi, gəldi ora. Gördülər ki, bir süvaridir, gəldi atından yerə düşdü. Bu tarixdə yazılmış hadisədir, danışıram. Düşdü atdan yerə, dedi, ay Bəni Əsəd, siz toxunmayın cənazələrə, gəlin mənə kömək eləyin, mən bu cənazələri tanıyıram. Mən bunların kimliyini hamıdan yaxşı bilirəm. Mən bilirəm bu öldürülənlər kimlərdir. Dedi, icazə verin, bunları mən dəfn eləyim, siz də mənə kömək eləyin. Bir götürdü, əvvəl getdi, Əbəlfəzin cənazəsini dəfn elədi. Həmin elə o atdan düşdüyü yerdə dəfn elədi. Dedi, bu mənim əmim Əbəlfəzin cənazəsidir. Qolları kəsilən əmmin cənazəsidir. Sonra getdi, Əli Əkbəri dəfn elədi. Bir o şəhidləri dəfn eləyir və tanıtdırır. Əlamətlər qoyur ki, bax bu kimin qəbridir, Kərbəlanı yaşatmalıdır, Kərbəla qalmalıdır. İmam Səccad gərək tanıtdırsın ki, bu qəbirlər kimindir, insanlar görsün gözü ilə, bir ad-ba-ad deyir. Ondan sonra gəlir atasının cənazəsinə tərəf, İmam Hüseynin cənazəsinə tərəf. Bilmirəm, nə vəziyyətdə görür. İmam Hüseynin cənazəsini hansı halda, hansı vəziyyətdə görür? Deyir, gedin görün o yanan çadırlarda bir həsirdən, nədənsə var, gətirin bu cənazəni
ələ götürüləsi deyil. Gətirin bu cənazəni həsirin üstünə qoyum, aparım torpaq altına. Gedirlər, gətirirlər, İmam Hüseynin cənazəsini qoyur həsirin üstünə. Özü qəbir qazır. Özü qəbir qazır, həsirlə gətirib qoyurlar qəbrin içinə. Qəbrin içinə qoyanda müstəhəbdir adamın üzünü torpağa qoyasan. Bədəndə baş yoxdur ki, üzün torpağa qoyasan, üzün qibliyə çevirəsən. Atasını bu halda görür, deyir, üzün qoyur atasının o kəsib boğazına. Ya əbəta, və əmməd dünya fə bə'dəkə muzlimə. Deyir, atacan, dünya səndən sonra zülmətə qərq olundu. Və əmməl axirətu fə bin nuri vəcihikə müşriqə. Amma axirət sənin üzvün nuru ilə işıqlandı. Bunu deyir, ağlayır, görürlər, ağa, az qalır taqətdən getsin, özündən getsin. Qoluna girirlər, ağa, çıxın bu qəbirdən. Çıxardırlar qəbirdən, özü torpaq səpir. Bilmirəm necə atasının qəbrinin üstünə torpaq səpir. Torpağı örtəndən sonra bir dənə nişanə qoyur, əlamət qoyur İmam Səccad. İmam Səccad və üstündə yazır, ya əhləl aləm. Ey aləmin əhli, ey insanlar. Haza qəbru Hüseyin ibn Əli ibn Əbi Talib. Bu Hüseyin ibn Əli ibn Əbi Talibin qəbridir. Əlləzi qətəluhu ətşanən. Bu o kəsdir ki, onu susuz öldürdülər. Mənim atamı su kənarında, Fəratın kənarında susuz öldürdülər. Ay dünya, bilin ki, bu Peyğəmbər oğlunun qəbridir. Bu o şəxsdir ki, onu su vermədən, su qıymadan, sudan məhrum eləyib, bu halda şəhadətə çatdırdılar. Əla lə'nətullah ələl qavmiz zalimin. La havle ve la kuvvete illa billahil aliyyil azim. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil azam, el a'azzil ecellil ekrem. Ve bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İlahi, bu məhərrəmi bizə axırıncı məhərrəm qərar vermə. İlahi, bu ayın feyzindən bizi binəsib eləmə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. İlahi, gələn günlərimizi keçən günlərimizdən xeyir elə. İlahi, Hüseyin məhəbbətin xalqımıza, millətimizə çox görmə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Bu məclisdə iştirak edənlərin hər nə hacəti var, hər nə dərdi var, İmam Səccad Əli ilə həll elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidlərindən ayrı salma. Bu torpaqları qoruyan, keşiyində dayanan əskərlərimizi, zabitlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. İlahi, dünyada İmam Hüseyin ağanın o gözəl qəbrinin ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurunda.